Sen bir saatdə bir-birimizdən neçə illərin, söhbətlərin saf, təmiz deyənlər. Mən İlkin haqqında bir söz demək istəyirəm. İndi dedi ki, İlkinə xüsusi bir hörmətim var. Mən İlkini qardaşlarıma seçmirəm. Allah şahiddir, Allah şahiddir. Həm sənətindən çox şəxsiyyəti. İlkindən biz çox yaxınıq, danışırıq, görüşürük. Yəni, heç vaxt soruşmaram, nə üçün lazımam. Gecə saat 5-də, 4-də özü bilir də. Yəni, mən ümumiyyətcə dostlardan soruşmuram. Deməli, çağırırlarsa lazımdır. O, belə bir şey var da, mən İlkinə o qədər şərait yaratmışam ki, yəni mənlə, sənlə, mənlə nə istəsə danışa bilər də. Mən hələ fikir verirəm ona, yəni çünki münasibət odur ki, əmi dahi söhbəti yoxdur da, yəni nə istəsən mana deyə bilərsən, ədə deyə bilərsən, manat. Amma sərhəddi keçmir. Bu adamda tərbiyə o qədərdir ki, özə bilir də, mən biraz lağlağası, zarafat edib açan adamam da. Hələ də mən bunu açılışdıra bilməmişəm. Yenə də ki, əmi belə oldu, dahi belədir. Yəni sözümün canı nəyə gətirir? Bu sənətdə siz kimlərlə dostluq eləmişsiniz, kimlərə yaxşılıq eləmişsiniz, amma itiriblər. O heç onu keçəcəm. Bu, hələ bunu burada. Deməli, tərbiyəsi olan, qanında, o deyirlər, birdən falan kəs belə kişi, and olsun Allaha, kişi sonradan olmur. Doğulanda kişi, qanında, genetikasında, kişilik, damarında o qan varsa var. Sonradan məşq edib kişi olmursan ki. Məsələn, oğlum, valla bu mahnı deyir ki, örgənəsə. O qanında, genində, məsələn, adam var, görürsən ki, adın yaza bilmir, savadı yoxdur, danışa bilmir, amma geni kişidir də, məsələn, danışa bilmir, amma ürəyi təpir, məsələn, baxırsan da genindən. İndi ona görə də, o deyirsən, ne bilmərəm, mən indi bir orasını dedim, orası lazım deyirdi, amma məcbur edirsən də.